Baxın, biz başlığa belə iki cümlə çıxartmışıq. Putin mikroinfarkt, yəni ürəyi də tutub onun da belə miokard, infarkt, nə deyirsiniz, elmi sözlər var, tibbi sözlər var. Niyə ürəyi tutub bunun? O indiyə kimi ürəyi belə qalıb, bu böyük şeydir mən sizə deyim. Əslində o çox üzvlü adamdır. Çünki bu qədər Rusiyanın dağılmasını hamı görür. Yəqin ki o da görür. Bəzən deyirlər ki, xəbəri yoxdur. Mən bilirəm ki, internetə girmir deyən çox şeydə xəbəri yoxdur, amma o qədər kör olmamazdı. Bu günlər çıxmır axı. Əgər dağılmırsa, gəlib Soçidə oturardı, Gelincikdə oturardı. Həmişə ki o belə saraylarında filanlarında oturardı, amma dağılmaq, bilirsiniz, iki simptom var ki, bu iki simptom Rusiyanın dağılmağına əminlik gətirir. Birinci simptom ondan ibarətdir ki, heç kim daha Rusiyadan qorxmur. Hamını qorxutmağa bacarmışdı. Hamını, o boysa boy, özünün qədim o belə təbliğatı ilə, arada bir 300 il tarixi var ya o təbliğatın. Təbliğatı ilə arada hətta o qorxunun arxasında bir güc də var idi. Məsəl üçün 20-ci əsrin ortalarında və yaxud da 19-cu əsrin sonunda. Amma sonra güc yoxdur, amma qorxutmaq davam edir, boysa boy, amma görür ki, bu içi boşdur, bu siz necə belə o özləri dilləri kolosna glinenlik naqaq, yəni belə saman ayaqlı nəhəng. Nəhəng də amma ayağı samandır. Yəni belə vuran kimi o saat böyrü üstə yıxılır, onu hamı görür. Deməli bu birinci simptomdur ki, heç kim ondan qorxmur. İkinci simptomu isə Rusiyanın əsas bacardığı bir məqam var idi. Özünün işğal altına aldığı xalqları o qədər qorxuzmuşdu ki, onları doğrudan da çurka-çurban etmişdi. Baxın, Rusiyanın içində olan xalqlar indi demək olar ki, o haldadılar. Gözü səsləri çıxmır, bax fikir ver. Rus qışqırır üstünə ki, mən Groznoy, mən İvan, mən Azərəm, çurka-çurban, heç birinin səsi çıxmır. Onları qorxuzmağa bacarıb, amma indi əsas məqam Rus toplumuna inandırmağa bacarmış ki, siz hamıdan güclüsünüz, hamıdan ağıllısınız, ağ bir millətsiniz. O qədər belə, siz bilirsiniz, belə başqalarını öldürməyə ixtiyarınız var, vurmağa, döyməyə, üzünə tüpürməyə ixtiyarınız var. Amma indi Rus görür ki, bu güclü deyil. Yəni iki simptom və iki postulat sınır. İllər boyu böyük trilyonlar xərcləyib, milyardlar xərcləyib yaratdığı o qorxu və milyardlar xərcləyib yaratdığı o zümrə, o təhkimçi qul zümrəsi, Rus zümrəsi, hansı ki özünü doğrudan da belə, mən hara baxıb özünü belə gücdə hesab etmişdi, o da anlayır ki, yox, qətiyyən belə deyil. Əksinə, artıq özləri qorxmağa başlayıblar, hamıdan qorxurlar və bilirlər ki, hamıda hayfı var, hamının hayfı var onlarda. Finnin də, Estonun da, Latışın da, Litvalının da, Ukraynalının əlbəttə, Moldavanın əlbəttə, Belarusun əlbəttə, Lukashenko getsin, görəcəksiniz nə qədər böyük hayf var. Özbəyin, orada bilirsiniz nələr törədiblər Ruslar, orada Rus imperiyası, orada bilirsiniz nə əclaflıqlar, nə qədər qəddarcı ki, orada biraz da dünyadan uzaqdan Türklər, Türkü həmişə daha çox öldürməyə və təhqir etməyə çalışıb. Qazaxlar da nifrət edir, Özbəklər də, Türkmənlər də, Taciklər, Krokusda qulağını kəsmişlər Tacikin küçədə. O qədər aşağı sayırlar, o qədər qorxaq sayırlar ki onları. Adamın məhkəməsiz filansız küçədə qulağını kəsib, o da əsirdir də, soyuqdan da, ağrıdan da əsirdir. Tacikistanın səs çıxmadı, amma içindədir. O nifrət içindədir. İndi başlayır. Taciklər çox da belə mülayim xalq bilməyin. Sadəcə indi qorxurlar. Bilirlər ki, onlardan güclüdür, amma elə ki, qorxu keçir. İndi artıq keçir. Qırğızların da acığı gəlir. Bizim nifrətimiz var o imperiya. Yaponiyanın nifrəti var, Polşanın nifrəti var, Almaniyanın nifrəti. Hamının, bütün dünyanın buna nifrəti var və indi o özü qorxduğu halda, özü kiçildiyi halda görün o nifrət onları hara gətirib çıxaracaq. Mən o başa alınmış zümrə var, o alçaq zümrə var. Onlardan birini sizə göstərəcəm. Qoca bir həprim, ifunətli, həmən o qoca qəhrəmanlardan biri avtobusda oturub, baxın görün qıraqda olan digər millətlərə nə deyir. Baxın, baba bunu yaradıb, bax Rus. Amma o yavaş-yavaş yoxa çıxır. Baxın bu qozaya. Вас уничтожат вообще за 2 недели. Вы вообще никому в мире не нужны. А вы еще морду свою отворачиваете. Какие вы плохие, а вы какие хорошие. Не продержитесь без русских тут вообще 2 недель. Так что должны благодарны быть и в ноги падать русским. И говорить спасибо. Но если у вас на это мозгов не хватает, на что надеетесь, не знаю. А у вас не хватает мозгов, конечно. Улица Шумилова. У вас ничего не хватает. Поэтому и претесь сюда, и рожаете тут. Qoca qəhrəmandır bu güya ki, başa düşürsünüz. Eynən Salavyov, Simonyan kimi danışır. O da beyinləri doldurur və Simonyan da elə bir oturub orada, fikir verin.
Siz deyir, Rus xalqının ayağını öpməlisiniz. Siz kimə lazımsınız? Bilməm hansı millətdə orada oturan, hamısına onu deyirlər də bunlar. Kimə lazımsınız? Bizsiz deyir, sizi öldürərlər. Yox, bizi qoruyurlar. Elə bizi işğal edən sənsən, öldürən sənsən. Səndən başqa heç kim xalqları öldürməyib. Heç kim. Ən əclafı sənsən. Ən namərdi, ən qorxağı, ən ifunətlisi, ən murdarı, ən bilirsiniz belə daha deyiblər, Tanrının yerinə fahişəni çağıran dəqiqədə sənsən. Sən fahişənin birisən. İmperialist, təbii ki. Ruslardan gedir söhbət. Oturub avtobusu eşlisinə danışır. Bu sözlər əslində cinayət məcəlləsinə düşür. Amma orada efirdə belə danışırlar. Dövlət televiziyasında belə danışırlar. Siyasətçiləri belə danışır. Keşişləri belə danışır. Bilməm, partiya liderləri belə danışır. Prezidentləri belə danışır. Hə? O da danışacaq da. Amma bu qocadır. Bu həmən o məhsuldur. Yaratdıqları ifunətli. Bir də aftafa görməyib 100%. İfunətdən yaxın gəlmə mümkündür ona. Mən sizə əminliklə gətirirəm. Siz onu... O təəssüratı mən istəyəm hamıda yaradım ki, biləsiniz də bunlar kimdirlər. Da başa düşürsünüz. Çünki var axı taxtabaş hələ də kücdə bucaqda burada taxtabaşlar var. O ifunətin iyindən xoşları gəlir. Oturur elə deyir ki, elə yaxşı iyi gəlirdi ki o vaxt. Elə qəşəng idi. Hayp dör kalpasa. Otmuşdur burada krisalar gəzirdi. Orada avtobusu belimə minirdilər. Ora girirdim, araba başıma vururdular. Burada deyirlər çurban sən çurkasan. Orada o qədər xoşum gəlirdi ondan. Xoşu gəlirdi. O əslində o xəstəlikdir. Bilirsiniz də Stockholm sindromu deyirlər o xəstəliyə. O Stockholm sindromunun xəstəliyinə tutulmuş o taxtabaşlar, hələ də ifunətlilər burada vardılar. Bunun bilirsiniz də əlini ayağını öpməyə də oradan da hazırlar. Bu taxtabaşın anasıdır. Keçən dəfə bacısının qardaşını göstərdim. Taxtabaş bunun tərəfindədir də. Bunun adına danışırlar bəs. Slava Rasiya zat yazır orada. Bunun tərəfindədir. Bu taxtabaşın anasıdır. Taxtabaş anana bax və tanı o ifunətli ananı. Bu açıq deyir ki, bizim dirək siz kimə hamımızı öldürmək lazımdır deyir. Hamımızı kəsmək lazımdır. Hamımızı deyir, siz deyir. Gəlib oturmusunuz deyir burada. Bu elə bilir ki, o Rusiya var ha. Bu elə bunundur, biz orada qonaq. Burada da taxtabaş deyir, gediblər Rusiyada cəmaat çörək, hara gedib ha? Biri Tümendədir, biri Tataristandadır, biri Başqırıstandadır, biri Çuvaşistandadır. Bura Rusiyadır. Hamısını işğal edib o alçaq. Hamısını.